bilmirəm. Neyniyim? Haranın daşını başıma salım. Nənəmin pensiyasını da almışam. Bütün arvad uşağın da pulunu yığmışam. Malqaranı satmışam. Yaxşı pomidor xiyar olmuşdu. Satıb elə pul düzəltmişəm. Mən neyniyim ki, rahat pul qazanım? Neyniyim? Kim mənə bir çıxış yolu göstərə bilər? Necə eləyim? Kimə zəng vurum? Aha, tapdım. Vay, əxiyə zəng vurum, əxi mənə yol göstərəcək. Neçə idi onun nömrəsi? Bəli. Esselamu aleyküm əxi. Aleyküm salam. Əxi, bir dənə böyük bir dərdin içindəyəm. Şəbzül kimi qalmışam. Eşitsən də mən qardaş. Əndə mən yaxşı da pul var. Yaxşı deyəndə normal pul var da, yəni belə. Elə bir şey istəyirəm. Həm pul qazanım, həm də gələcəkdə sata bilim. İdeyanı gəlirim olsun qardaş. Mənim məsləhətli bir yerim var. Qardaş, bir dənə əlimdə ev var, hazır ona gəlmişəm də. İdeyanlı bir ev qardaş, mərkəzdə. Sən telefonu söndür, mən sənə bir dənə inşallah göndərəcəm. Hə, gözləyirəm qardaş, gözləyirəm mən səni, gözləyirəm. Videonu mənə atarsan nə qardaş? Yaxşı. Esselamu aleyküm və rəhmətullahi və bərəkatuhu. Dəyərli izləyicilərimiz, qardaşlar, bacılarımız, pul qazanmaq istəyirsən, zənglərlə dayanmır. Buranı aldın, 300 manatı kirayə verirsən, doğamırsan. Fərzələ pul verib işə girmirsən, o dərəcə. Deməli qardaş, bax, buradan qapıdır. Girişdə bir dənə belə dəhliz, tez qarış bu yana fırra, göstər buranın dəhliz zat göstər. Bomba kimi. Deməli, Balakən şəhərinin 2 mərtəbəli binaların 1-ci mərtəbəsində, amma yerdən hündür, olduqca hündür, qəşəng bir dənə əşyalı evimiz var inşallah. Girişdə, bax qardaş, bura. Sanitar qovşağı, sanuzeli, hər bir şey, hayhuzal, bağlanır buralar, tutacaq o otaqlara. Mətbəxi buradan qardaş. Qiymətə razılıq olsa, evdə əşyalar qalacaq, Allah'ın izniyle. Ben göster, paltar yuyan maşınız alır, hər bir şeydə xalda insan, hər bir şey. Maşallah dolu. Ana. Deməli, bax, pürüz də burada oturma otağı, bax, adama xüləsi, xudmani dilləri, xudmani qardaş. Ev sahibi deyir ki, qiymətə razılıq olsa, bir dənə corablarımı giyinib çıxıram, pis yox. Bax, televizor, hər şey, yerə bax qardaş, qəşəng, var, şam taxtalı yerə, bax qardaş, super, gəl. Burada ən əsası bütün otaqların pəncərəsi var. Yəni belə pəncərəni açdın, cəmaata baxırsan baxarsana. Bax. Bura uşaq otağıdır. İnşallah bunların qalma ihtimalı var. Dünya xəritəsi. Nəsə. Bax belə bir şey zat bax yaşan yığıblar qarşı. Göstər. Kitablar, zatlar, dağılır yeri göy. Bizə bankiyə pulla yığır orada. Pürüz qardaş, bax. Bir dənə belə yaşan otağı var. Göstər. Pəncərən, bax pəncərəsi zaten necə lazımdır. Evin, hətta evə məxsus, evin qarajı da var. Pomidor duzlağı, kələm duzlağı, xiyar duzlağı, mürəbbəli azadlar, maşın soğuk, hər şey doldura bilərsən. Gedər qiymətə inşallah. Deməli, sizi intizarda qoymayacağım, yoruldum biraz. Deməli, evimizin qiyməti 65 minə təklif olunur. Bax, diqqət, Balakən şəhərində 2 mərtəbəli binaların 1-ci mərtəbəsi. Özü ən gözəl yerdə, təxmini mən yaxınlığı deyəcəm ara sizə. İcra hakimiyyətinə yaxındır. Məscidə əlhamdülillah əsas odur ki, məscidə yaxındır, apteklərə yaxındır, mağazalara yaxındır, ideal bir yerdə. Qiymət 65 min manata təklif olunur. Təbii ki, reallıq olsa, bayaq yuduğum almanı 4 yerə bölüb qoyuram ortaya, duzluyub, nanəliyib, zatı qəşəngcənə. Bir dənə çay, qardaşınız qiymətli indirim eləyəcək. Allah mazı mülkünüzə bərəkət versin. Esselamu aleyküm və rəhmətullah. Getdik.